Bakının dərdi var, Bakı xəstədir. Yəqin ki, bu beyt, bu misra sizə tanış gələr. Bəli, Bakının xəstəliyi var. Amma bildiyiniz kimi hər bir xəstəliyin iki növ müalicəsi var. Həkimindən asılıdır. Saxtakar həkimlər və savadsız həkimlər problemin kökünü bilmədiyinə görə və yaxud da hətta bildiyi halda qarşı tərəfdən qanını sovurub daima o xəstəni özündən asılı vəziyyətdə saxlamaq istədiyinə görə bu problemlərin, bu xəstəliyin kökünü süni və saxta problemlərlə düzəldir. Və beləliklə xəstəlik həll olmaq əvəzinə getdikcə xəstəlik ağırlaşır və bu fərdin və ya şəxsin ölümünə səbəb olur. Amma həm vicdani və mənəvi baxımdan, həm savad baxımından güclü olan həkimlər problemin həm kökünü və əsl səbəblərini tapır, yəni əsl problemi tapır və həm də onu həll etməyə, müalicə etməyə çalışır. Bəs Azərbaycanımızdakı əsl və saxta problemlər hansılardır? Bugün bu haqda danışmaq istəyirik. Salam, əziz və hörmətli bacı və qardaşlarımız. Son günlərdə iqlim şəraiti ilə bağlı, məxsusən regionumuzdakı iqlim şəraiti ilə bağlı, Azərbaycanımızda və məxsusən də Azərbaycanın bir növ, bir çox baxımdan təbii olaraq döynən ürəyi olan Bakımızda baş verən su basma və ya dırnaq arasında şəhər salma faciəsindən xəbərdarsınız. Əlbəttə, Bakıda və Azərbaycanda yaşayanlar bunu daha yaxından hiss edirlər. Amma bu Bakıda baş verən problem Azərbaycanımızda və paytaxtda olan problemlərin və köklü problemlərin sadəcə bir təcəssümüdür. Şəhərdəki faciə, məxsusən də Avropadan və dünyadan, məxsusən Avropadan nümayəndələrin şəhər salma forumu günlərində, bu forumun keçirildiyi günlərdə bu faciə baş verir. Bəlkə də burada da Allahın bir hikməti var. Elə böyük ehtimalla da belədir. Amma Azərbaycandakı əsl problemlər nədir ki, problemin kökü hardan qaynaqlanır? Buna baxmaq lazımdır. Ki, kanalizasiya boruları formasında və şəhəri su basması formasında bir cilvəsini biz bugün şəhərdə müşahidə edirik. Azərbaycandakı əsl problemlər, əsl problemlərin kökünü bilmək üçün bir neçə zahirdə bu kimi görünən problemlərə diqqət eləmək lazımdır. Azərbaycanımız əvvəldə qeyd etdiyimiz kimi Bakının dərdi var, Bakı xəstədir. Bu dərd elə bir köklü dərddir ki, bir çox platformalarda və bir çox sektorlarda özünü günü-gündən daha çox göstərir. Necə deyərlər, bəlkə biraz yavaşlayaq, çox sürətlə inkişaf edirik. Azərbaycanın bu problemləri bugünün problemləri deyil. Məsələn, dünyada yeni dünya düzəni yerinə gəldikcə, yarandıqca və post-qərb, post-Amerika dönəmi yaxınlaşdıqca Azərbaycanımızda 30 ildən çoxdur baş verən bu problemlər getdikcə şiddətlənir. Bunun sözünü vermişdik və səbəblərini də öz kanalımızdakı çıxışlarımızda açıqlamışdıq. Azərbaycanda get-gedə kommunal xərclər az qala saat-ba-saat artmaqdadır. Azərbaycanda zəruri ehtiyaclar və ərzaq mallarının xərcləri və qiymətləri 2 qat bahalaşmaqdadır.
Azərbaycandakı digər faciə ki, qeyd etdiyimiz şəhərin suyun altında qalması ilə göründü, infrastrukturaların vəziyyəti faciəli şəkildədir. Amma bəzi blogerlər gəlib bu problemi işıqlandıranda günahkarları, əsl günahkarları deyil, əsl günahkarlara qulaq asmaqda da bir növ az da olsa günahı olan məzlum xalqı günahlandırırlar. Borulara balıq atmaq, borulara zibil atmaq, güya bunun nəticəsiymiş Azərbaycanı və məxsusən paytaxtı su basması. Hansı ki, illərdir məlumdur ki, Bakıda infrastrukturalardan biri olan kanalizasiya sistemi faciəli vəziyyətdədir. Hələ mən digər infrastrukturalara toxunmuram. Azərbaycanda evlilik və boşanma statistikalarını yan-yana qoyanda tükürpədici bir hal insana üz verir. 2025 son statistikalardan birində hələ dövlətin rəsmi statistikasına əsasən 45 mindən çox evlilik halı, 24 mindən çox, 25 minə yaxın boşanma halları müşahidə olunur. Hələ ailələrdəki qətl problemləri, hərbiçilərimizin şübhəli ölümlərinin artması və bu kimi minlərlə problemi kənara qoyuram. Hələ mən demirəm ki, bu statistika dövlətin öz verdiyi statistikadır. Dövlətin öz verdiyi statistikaya əsasən evlilik hallarının 60%-nə çatıb boşanma halları. Real statistika nədir? Allah bilir. Bəlkə də bunun tam əksidir. Yaxşı, bütün bu problemlərimiz var. Bu problemlərin niyəsi lazımdır bizə. Yəni, əvvəldə qeyd etdiyim kimi, biz əgər həm vicdanlı və mənəvi baxımdan pak bir həkim kimi, həm də az da olsa, heç olmasa mütaliəsi olan, savadı olan bir həkim kimi xəstələnmiş bir cəmiyyətə və ölkəyə baxsaq, bunun kökünə baxmalıyıq. Niyə bu problemlər baş verir və bu problemlər hansı halda baş verir? Niyəsini bilmək üçün çox asan bir yol var. Baxaq görək Azərbaycanımızda son 33, məxsusən də 2000-ci illərdən bu tərəfə, 2000-ə yaxın və 2000-dən bu tərəfə kimlərin hökumət strukturalarında və hökumət dairələrində siyasi və təəssüf ki, elmi, təhlükəsizlik baxımından, hətta bəzən hərbi baxımdan nüfuzu günü-gündən çoxalıb. Təbii olaraq, Yahud icmalarının, Sion və Cuhud icmalarının Azərbaycandakı nüfuzunun çoxalması ilə bu problemlər də günü-gündən artır. Nə üçün? Dəfələrlə demişik. Sion rejimi bir xərçəng kişidir. Və bu xərçəng kişinin tibbi fəlsəfəsi belədir. Bir tumordur, yanındakı hüceyrələri yoluxduraraq onları da tumorlaşdırır. Və zamanında bu problemin qarşısı kəsilmədikcə, bu tumorlar bədənin digər orqanlarına da yayılır. Onda bir də gözünü açırsan, görürsən ki, artıq gecdir. Aha, burada yenə də əvvəldə qeyd etdiyim həkim və onun müalicəsi yada düşür. Bəzi həkimlər görmüsünüz, ölkədə yaxından bunu hiss edirsiniz. Vicdandan və mənəviyyətdən və hətta savaddan və bilikdən əski olan, amma müqəddəs vəzifə və geyim olan həkimlik vəzifəsini və geyimini öz üzərinə götürən bəziləri bu tumorları müalicə etməyi bacarmadığı halda ya müalicəni öz üzərinə götürür, ya da bəziləri müəyyən yolu olsa da bu yolu tətbiq etmir. Sadəcə o xəstəyə
hər mərhələdə dozasını artırmaqla müvəqqəti ağrı kəsici vurur. Həm beləliklə xəstələri özündən asılı vəziyyətdə saxlayır, həm öz prestijini qorumağa çalışır, həm də sonda xəstənin artıq doza götürməyəcəyi hala düşməsinə səbəb olur. Kimyəvi terapiyalarla sonda xəstəni öldürür. Amma bəzi həkimlər xeyr, savad və bilik və vicdan və mənəviyyat baxımından Allah onlara lütf eləyib, onlar kişi kimi bu tumorları müalicə eləməyə çalışır. Azərbaycanımızın xəstəliyinin kökü bu şişdir və bu şişə getdikcə də müxtəlif sektorlarda, ictimai, sosial sektorda, hərbi sektorda, tibb sektorunda, hökumətin strukturalarında, siyasi və digər bütün sektorlarda ölkənin günü-gündən daha çox yoluxmasıdır. Çünki bu tumor, bu şiş ki, bugün siyonist formasında dünyada görünür, xasiyyəti budur. Qanımızı əmmək, xalqların qanını əmmək və özünü böyütmək, özünü xilas etmək. Əsl kök budur. Və təsadüfü deyil ki, bunların 19-cu əsrin sonlarında framasenerlər tərəfindən yazdıqları Sion yaxud protokollarının maddələri də bunu bizə deyir. Maddələrdən birində bu problemlərin zahirdə həll olunması, amma əsl kökünün tapılmaması üçün və dolayısıyla həll olmaması üçün özlərinə qanunlar yazıblar bu yaxud protokollarında. Amma o qanunları daha yaxşı dərk eləmək üçün gəlin görək Azərbaycanımızın həqiqi problemləri və həqiqi problemlərin həqiqi kökünü biləndən sonra Azərbaycanda hansı halda bu həqiqi problemlər artır, amma örtbasdır olunmağa müxtəlif yollarla çalışılır. O haldadır ki, Azərbaycanın məxsusən son 3 aya yaxın dönəmdə ki, bu böyük regionumuzda baş verən müharibə nəticəsində ki, İran Hormuz boğazını bağlayıb və dünyanı fələc edib, neft, qaz, digər kənd təsərrüfatı məhsulları və s. bunların ticarəti dalana dirənib, bu vəziyyətdə Azərbaycanın neft satışında artım var və bu son 3 aya yaxın müddətdə təqribən rəsmi deytalarda, rəsmi məlumatlarda Azərbaycan 11 milyard dollar sadəcə neft satışından əldə edir. Bu rəsmidir. Hələ mən qeyri-rəsmi tərəflərini toxunmuram. Bax, bizim bu getdikcə qabaran həqiqi problemlərimiz dövlətin neft satışından gəlirinin getdikcə artdığı bir haldadır. Biz həqiqi məsələyə toxunduq. Yaxud protokollarına işarə vurdıq. Bu həqiqi problem ölkədə saxta problemlərlə necə örtbasdır etməyə çalışır cüzərən şişləri. Ümumi şəkildə bunu bilmək üçün sosial platformaları izləməyiniz kifayət edər. Sosial platformalarda xalqımızın nümayəndələrinin paylaşımlarına baxmağınız kifayət edər. O paylaşımlardan görəcəksiniz ki, bizim xəstəliyimiz nə olduğu halda biz hansı problemlərin arxasıca qaçırıq. Sadaladıq həqiqi problemlərimizi. Amma sadəcə baxın, paylaşımlara baxın, görün, məxsusən də cavan və yeniyetmələrimizin dərdi bugün nə olub? Nəyin arxasıcayıq? Və o platformalardakı paylaşımlara baxanda hansı şəxslərin
təbliğ olunduğunu aydın görəcəksiniz. Biraz içərisinə girsək detallarına ki, hansı saxta problemlər və baş qatan məsələlər təbliğ olunur. Bu sosial platformalarla virtual aləm, yəni məcazi aləm, beləliklə biz xalqın aktual, yəni həqiqi və real həyatımızın yerini tutur. Necə ki, həqiqi problemlər və onun kökünü gizlətməyə çalışan dövlət strukturaları, bürokrasi və teknokrasini və sosial platformalarda pornokrasini demokrasi adıyla bizə yedizdirir. Bəs bunlar nə deməkdir? Bürokrasi, teknokrasi və pornokrasi, yəni bürokrasi, krasi bilirsiniz nə deməkdir? Krasi yəni hakimiyyət, demokrasi yəni xalqın hakimiyyəti, xalqın azadlığı, etiqad azadlığı, xalqın fikir azadlığı, xalqın siyasi iradə azadlığı və s. və s. və s. etiraz azadlığı. Demo, xalq, krasi, hakimiyyət. Amma digər krasilər qoyulur bunun yerinə demokrasi adıyla. Bunun biri dediyimiz kimi, demokrasinin, yəni xalq azadlığında iki dənə ünsür var. Dövlət və xalq münasibəti. Amma bu ad altında bürokrasi daha çox görünür. Yəni sadəcə olaraq iş otağının xalqa olan hakimiyyəti, fikir otaqlarının xalqa olan hakimiyyəti, bürokrasi, büronun hakimiyyəti. Bürokrasidə mən bir deputat olaraq, bir hakim olaraq, bir prezident olaraq, bir nazir olaraq özümü Firon kimi hiss edirəm və xalqı öz xidmətçim bilirəm. Quranda Allah buna gözəl işarə vurur Firon barəsində. İstəxəffə qavməhu. Öz qövmünü alçatdı və təhqir etdi öz cəmatını. Amma təəssüf ki, ikinci hissəsi də var. Fəəta'u. Xalq da fasiləsiz onu qəbul elədi. Bu alçalmanı qəbul elədi. Müxtəlif bəhanələrlə. İki hisslə. Qorxu və təşviq edilmə. Cəzb edilmə. Yalancı cəzb etmələr və yalancı qorxularla. Hansı ki, xalqın həqiqi problemlərini sadaladıq. Və onun kökünə də toxunduq. Həqiqi problemlər və onun kökü, həqiqi qorxu və həqiqi azadlığa cəzb olunmaq əvəzinə yalancı problemlər, yalancı qorxu və yalancı cazibələrlə simpatiya və parasimpatiya hisslərindən sui-istifadə edərək fironluq ruhiyyəsi, bürokrasi, firon hakimiyyəti. 2. Bürokrasi və xalq ona itaət elədikcə yavaş-yavaş bugünkü günümüzdə iki cür formada təcəllidir. Teknokrasi, texnologiyanın hakimiyyəti, müxtəlif kompüter sistemləri, müxtəlif süni intellekt sistemləri, müxtəlif telefonda olan proqramlar və s. və s. Artıq mənim şəxsiyyətim olur iPhone, nə bilim, 15, 16, 17. Ondan asılı olur. Mənim şəxsiyyətim TikTokdan asılı olur. Mənim şəxsiyyətim eyni ilə şərab və narkomaniya, narkotik maddələr kimi keçici təsəlli tapmaq istəyirəm. Keçici həyəcan axtarıram. Teknokrasi. Texnologiyanı mən insan öz əlimlə yaradıram. Mən onu kontrol etməliyəm. Amma o məni kontrol edir. Bürokrasinin nəticəsində. Firon hakimiyyətinin nəticəsində. Teknokrasinin məni, yəni bizləri idarə edən ən böyük üzü pornokrasi. Qadın azadlığı adı altında səhnələr. Amma qadın azadlığı. Hansı ki, qadın bu səhnələrdə olur murdar şəhvətinə qul olan kişilərin şəhvətinin qurbanı və vitrində olur satılıq mal. Bunun nəticəsi nə olur? Həm kişi tərəfdən, həm qadın tərəfdən əvvəldə sadaladığım böyük problemlərimizdən biri boşanma və evlilik statistikalarının yerbəyer olması.
yalancı problemlər, süni problemlər və süni cazibələr və süni qorxular belə həqiqi problemlərimizin yerini alır. İndi gəlin, qaydaq bizdəki həqiqi problemlərin bayaq dediyim kökünə. Sion yahud protokollar. Bilirsiniz, bu protokolların maddələrindən birində nə deyir? 24 maddəsi var ümumilikdə. Genişdir maddələri. İnşallah öz kanalımızda hər maddəsi üçün bir proqram ayırmaq istəyirik. Bu maddələrdən əvvəl, özdə ilk maddələrindən birində deyir. İzah eləyir, biz dövlətlərin əli ilə necə xalqları, cəmiyyətləri idarə edirik. Onların birisi də digər kitablarında da var, Telmud və sair kitablarında da var ki, bizdən qeyriləri qoyim. Qoy, yəni bizlərdən İraq insan surətində yaradılmış heyvanlardır. Qoyim, yəni cəm, heyvanlar. Qoy təkdir, heyvandır ki, insan surətində yaradılır. Buna qail olan Sion və Framasenerlər Yahud sistemi öz protokollarında gətirir ki, bu xalqları necə idarə etmək üçün, necə bizə xidmət edən dövlətləri quraşdırırıq, bizdən asılı olan, bugün Epstein dosyasını görürsünüz də. Bunları quraşdırırıq, amma dərd burasındadır. Bax, bizim bu saxta problemlər və süni yaradılmış cazibələrlə idarə olunmağımız. Ölkəmizə baxın. Deyir, biz hər cəmiyyətin cavanlarını orada yerləşdirdiyimiz hökumətlər tərəfindən həqiqi, ciddi siyasi və ictimai bəhslərdən uzaq tutmaq üçün süni problemlər və süni şəhvətlər və cazibələr yaradırıq. Başları qarışsın. Bax, bu həmin məsələdir. Bunların həlli yolları da çoxdur. Amma ümumi şəkildə nə edə bilərik? Həqiqi və ürək yandıran siyasi və ictimai fəallarımız var. Bunlar yavaş-yavaş müxtəlif həddə meydana daxil olmalıdır. Universitetdə oxuyan cavanlarımız var. Ürəyi yananlar var onların içərisində. Ölkənin gələcəyini hər aspektdən baxırsan, bax. Cavanlar meydana daxil olmalıdır. Necə daxil olmalıdır? Xalqla, yaxınlarıyla, qohumlarıyla, qonşularıyla, xalqın arasında bu kütlələr, ictimai fəallar, siyasi fəallar, universitet cavanlarımız daha çox görünməlidir və daha çox analiz qabiliyyətini xalqla müzakirələrlə çoxalmalıdır. Ruh oyanmalıdır və mümkün qədər bu bayaq dediyim virtual, yəni sosial, məcazi aləmdən, bizə pornokrasini təqdim edən aləmdən özümüz və evladlarımızı, demirəm bir dəfəlik, bu qədər problemin içində etmək olmur. Nəzarətlə ciddi ölkənin gələcəyini fikirləşiriksə, özümüz və evladlarımız yavaş-yavaş uzaqlaşmalıyıq və aktual və real aləmimizə daha çox diqqət eləməliyik və qoymamalıyıq ki, cinlərdən və insanlardan olan şeytanlar bizi vəsvəsə eləsin ki, onsuz da cəmiyyət əldən gedib. Bu ruhiyyə bizi idarə edənlərə sərf edir ki, bizdə olsun. Buna görə də biz əvvəllər dəfələrlə bu cür sistemlərin idarə etmə metodikasına misallar vururdıq. Müvəqqəti ağrı kəsici və yaxud da ağlayıb öz haqqını tələb edən, bir şey tələb edən uşağı idarə etmək metodikalarından biri də birdən səs-küy yaradırsan ki, uşağın diqqəti yayınsın o tərəfə. Bax, belə sistemlər də bizləri belə idarə edirlər. Yalancı bir səs-küy yaradıb bütün diqqətləri ayrı tərəfə yönəltmək, müxtəlif sektorlarda. Və bu sistemlərin istəyir analitik, istəyir politolog, istəyir siyasətçi, istəyir nə bilim, müğənni, show biznes, komedyen filan müxtəlif sektorlar vasitəsilə. Məsələn, hətta etiqad, yeni etiqadlar yaradılır. Bunları ki, sosial platformalara təqdim edirlər və bunlar süni cazibələr, süni problemlər və qorxular yaradırlar. Bunların hər sözünə ilk baxımdan inanmaq lazım deyil. Ən azı qarşındakı da bir şəxsdir, bir insanda öz fikri var. Məsələn, vəhabilər. Vəhabiləri gətir. Necə ki, dünyadakı uşaq qətirlərinə don geyindirirlər. Niyə? Çünki dediyim
kökdən, tumorun, şişin kökündən bunlar su içirlər. Onlara qarşı bir söz deyə bilməzlər. Azərbaycanımızda gedən problemlərə də elə yanaşırlar. Şükür eləmək lazımdır. Dövlət nə etməlidir ki? Hamısı Allahın təqdiridir. Allah istəməsə falan. Aha. Bunlara bir sual verən yoxdur ki, yaxşı, sən həmin müsahibədə ki deyirsən, Allah istəməsə bu şeylər başımıza gəlməz, aclıq olmaz, iqtisadi problem olmaz. Elə həmin sözünlə özünü sındırırsan. Niyə? Çünki sən o sözünlə o kəslərə etiraz edirsən ki, onlar dövlətə etiraz edir. Bu sistemə etiraz edib xalqın haqqını tələb edir. Onda ona da o baxışla bax ki, bu da Allahın qismətidir. Allah istəməsə bu etiraz edənlər olmaz ki. Xeyr. Şəhəri su basıb su götürür, gedin vəhabilərdən soruşun, vəhabiləri dindirsinlər deyəcəklər. Və eləcə də bütün sektorlarda bu problemlərə belə yanaşanlar ilə maşallah çoxdur. Biz özümüzü müalicə etməyə qalxmasaq, heç kəs bizi müalicə etməz. Allaha əmanət olun.